görürük normal uşaqlıq, uşaqlığın hər iki tərəfdə boruları, sağ-sol və yumurtalıqlar tam və kəsik formasında və uşaqlığın daxili geniş boşluğu ki, normal uterusda da bu gərəkir, uşaqlıq boynu və uşaqlıq yolu. Bu tam normal uterus ovariumlardır, yəni uşaqlıq və yumurtalıqlardır. İndi isə mən sizə sizin mənə verdiyiniz suallara əsasən bir buynuzlu uşaqlıq haqqında danışacağam. Bir buynuzlu uşaqlığı necə görmək mümkündür və necə fərqləndirmək olar iki buynuzlu uşaqlıqdan? Uşaqlığın eni onun uzunluğundan xeyli kiçik olmalıdır. Borunun küncü, yəni miometriumda borunun başlanğıc hissəsi ki var, izlənməyəcək. Çünki uşaqlığın bir tərəfi yoxdur. Müvafiq olaraq uşaqlıq küncü də mövcud deyildir deməkdir bu. Yumurtalıq çox vaxt uşaqlığın olmayan tərəfində, yəni o küncü olan hissəsində, ondan uzaq məsafədə yerləşir. Uşaqlığın yanında miomanı, qalınlaşmış borunu xatırladan, hətta daxilində endometrium qatını göründüyü başa düşülməyən bir törəmə müşahidə edə bilərik ki, bu rudimentar buynuzdur. Həmən bu ultrasonoqrafiyada rudimentar buynuz kimi izlədiyimiz görüntü uşaqlıqdan təcrid olunmuş, yaxud da ki, onunla əlaqəli bir vəziyyətdə ola bilir.